İdrak liseyində şagirdin müəllimini güllələməsi ilə nəticələnən dəhşətli hadisə cəmiyyətdə ciddi rezonans doğurub. Yeni Sabah məlumat verir ki, güllələnən müəllim Şəhla Kamilova ilə bağlı təfərrüatlı informasiyaların mövcudluğuna baxmayaraq, hadisəni törədən şagirdlə bağlı kifayət qədər az bilgi var. Bütün ölkənin danışdığı antiqəhraman barəsində bəzi məlumatlar əldə olunub. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən şagirdin kimliyi ilə bağlı yeni detallar üzə çıxıb. Etibarlı mənbələrdən verilən məlumata görə, sözügedən şagirdin babası Ənvər Şirinov uzun illər Sumqayıt şəhərində yerləşən ərəb-fars təmayüllü məktəbdə direktor vəzifəsində çalışır. Onu tanıyanlar Ənvər Şirinovu hörmətli, ziyalı və nüfuzlu bir insan kimi xarakterizə edirlər. Mənbələrin bildirdiyinə görə, Abşeron rayonu ərazisində yerləşən Murad Şadlıq evi də ailəyə məxsusdur. Şagirdin atası Samir Şirinov isə Əziz Əzizovun Sumqayıt şəhər icra hakimiyyətinin başçısı olduğu dövrdə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışır. O, həmin vəzifədən azad olunduqdan sonra Sumqayıtdan Bakıya köçərək şəxsi biznes fəaliyyəti ilə məşğul olub. Hazırda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır. Məsələ ictimaiyyətin diqqət mərkəzində olaraq qalmaqdadır.